Hər kəsə salam, gününüz uğurlu olsun. Bugün çox ləzzətli, pambıq kimi yumşaq, əsla dağılmayan bilinçik və dadına doymayacağınız qəlyanaltı hazırladım. Hazırlamışkən də elə dedim, sizə də çəkim, göstərim. Özəlliklə də uşaqlı evlər üçün buzluq hazırlığına bir nömrə reseptlərdir. İndi isə keçək hazırlanmasına. Əvvəlcə bilinçikdən başlayaq. Xəmiri üçün 2 yumurta, yarım çay qaşığı duz, 1 stəkan su, 2 stəkan süd və 2 stəkan plus 1 xörək qaşığı undan istifadə etdim. 4 xörək qaşığı duru yağ. Bu bizim xəmirimiz. Bütün məhsulları qaba əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Məsləhət olardı ki, xəmiri bir 10-15 dəqiqə gözlədəsiniz. Bu zaman daha yaxşı olur. Əlavə un artırmağa ehtiyac yoxdur. Və beləcə xəmirimizi bişiririk. Gördüyünüz kimi elastik, cırılmayan, çox dadlı, kövrək bir bilinçiklər əmələ gəlir. İçilik üçün müxtəlif kəsmikdən, toyuqdan, ətdən istifadə edə bilərsiniz. Mən ətdən istifadə edim. Ət, soğan, duz, istiot, yağ, pul biber və biraz sarı kök əlavə etdim. Zövqə görə şüyüd də əlavə edə bilərsiniz. Hamısını qarışdırdım və qızartmışam gördüyünüz kimi. Sonra bilinçiklərin içərisinə qoyub bu formada bükdüm. İndi isə keçək qəlyanaltının hazırlanmasına. Çox dadlı, çox yumşaq. Uşaqların sevəcəyi əsl qəlyanaltı resepti deyə bilərəm. Çünki mənim uşaqlarım çox sevirlər. Mütləq yoxlamalısınız. Qaba pendir, şor, göyərtilərdən keşniş, şüyüd, cəfəri, pazıbaşı, göy soğandan istifadə etdim. Hamısını xırda-xırda doğrayırıq, bir-birinə qarışdırırıq və içərisinin yumşaq qalmasını istəyirsinizsə 2-3 qaşıq qatıqdan istifadə etdim. Çox gözəl olur. Və duz əlavə edib yaxşı-yaxşı qarışdırdım. Bildiyiniz kimi marketlərdə belə hazır olan sac lavaşları var. Hansı ki 10 dənəsi 80 qəpiyə, bəzi yerlərdə 96 qəpiyə olur. İçərisində 10 dənədir. Bu lavaşlara bükdüm. Və budur, hazırdır.
Demək, elədiyimiz reseptdən ümumilikdə 26 dənə bax belə qəlyan altı çıxdı. Mən yarısını buzluq üçün ayırdım. Gördüyünüz kimi paketlərə qoyuram. Sonra buzluqdan nə vaxt istəsəm çıxardıram. Vam odda qoyuruq. Bişir, qızarır. Olan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, videomu bəyənməyi unutmayın. Sağ olun.